Onlar bunu bacardılar. Bütün Tovuzlulara, Turan klubuna bağlı olan hər kəsi təbrik edirik. Ölkə futbol ictimaiyyətini, ölkə futbol ailəsinə təbrik edirik. Doğrudan da böyük hadisədir. Biz bugün Turan Tovuzda olan o coşqunu görürük. Tovuz coşub, Tovuzlular coşub. Böyük bir ab-hava var, bayram var və bu illərin həsrətinin bitməsidir. Son illərin həsrəti, mövsümün həsrəti və ən əsası 32 ilin həsrətinin bitməsidir. Təbii ki, 32 il Tovuzlular oturub Avropada təmsil olunmağı bəlkə nə dərəcədə arzulayıb bilmirəm, amma 32 ildir, hətta ondan da çox müddətdir bu şəhər özünü böyük futbola layiq olduğunu inanırdı. Özünün böyük futbola layiq olduğunu inanırdı. İnsanları inandırmaq istəyirdi və həmin o böyük futbolun daha da böyük mərhələsində, məqamında olmağı səbirsizliklə gözləyirdi. Bugün həmin gündür. Tovuzlular, Tovuz Avropaya vəsiqə qazanır. Burada futbol, idman nəticələri artıq müzakirə olunmur. Bayramdır, atmosfer, ab-hava yüksəkdir. İnsanlar çox xoşbəxtdir. Anı yaşamağa çalışır. Doğrudan da bəlkə də bir çoxlarımız komandanın futboluna görə narahatıq. Bəlkə də bir çoxları komandanın sərgiləyəcəyi qarşıda komandanın hansı futbolu sərgiləyəcəyi ilə bağlı narahatdır, nigarandır. Ancaq əmin edirəm ki, artıq bundan sonra bu mövzuya, Turan mövzusuna, Turanın gələcəyinə baxış da dəyişməlidir. Həm azarkeşlər, həm insanlar arasında. Bugün dişi ilə, dırnağı ilə, min bir çətinliyi ilə komanda bunu bacardısa, artıq Avrokuboklarda təbii ki, belə olmayacaq. Daha genişlənmiş heyət, daha yüksək keyfiyyətli heyət, daha istəkli komanda, daha fərqli komanda görəcəyik. Mövsümün əvvəlində Qurban Berdiyevə inananlar az idi. Bir çoxlarımız deyirdi, bu iş onunla olmayacaq. Hətta indi bir çoxlarımız deyir ki, Avropada bu iş onunla olmayacaq. Amma o əldə olan imkanlarla bunu bacardı. İndi Avropada da biraz daha yaxşılaşdırılmış heyətlə bunu bacarmaq mümkündür. Bu Qurban Berdiyevin göstərdiyi idi, Qurban Berdiyevin yaşatdığı idi. Təbii ki, bugündən hətta bəlkə bir müddətdir Turan Tovuz rəhbərliyi bax komandanın böyüməsi üçün, artıq Avropaya hazır olması üçün işlərə başlayıb, futbolçulara baxırlar, texniki işlər görülür və təbii ki, bu yəni hər şey indi olduğu kimi olmayacaq. Daha yaxşı olacaq, daha fərqli olacaq. Bu əks halda başqa cür mümkün deyil. Ehtiram Quliyevdən danışaq. O bunu çox istəyirdi, bunun üçün çox çalışırdı və Azərbaycan futbolunun hazırda ən nümunəvi klub rəhbərlərindən biridir. Çünki o tamam fərqli şərtlərlə, fərqli şəraitdə komanda yaradır, komandaya rəhbərlik eləyir və nəticələrə çatdı artıq. Bugün Tovuzlular indi deyəcəyim məsələni çox yaxşı bilir və Tovuza bağlı insanlar, Tovuzları sevən insanlar da bunu çox yaxşı bilir ki, o şəhərdə, oralarda hər kəs Ehtiram Quliyevdə, azarkeşi də, futbolu sevəni də, sevməyəni də, futbolla ümumiyyətlə əlaqəsi olmayan hər kəs, hər bir Tovuzlu əslində Ehtiram Quliyevdir. 34 il əvvəl Vidadi Əhmədovla bax belə bir indiki model qurulmuşdu. Klub rəhbəri öz cibindən xərcləyirdi. Şəhərinin yaxşı yerlərə, futbolda yaxşı təmsil olunması üçün hər şeyini verdi. Və bundan sonra bəlkə də bir çoxlarımız düşünürdü ki, bir daha belə bir şəxslər olmayacaq, belə bir insanlar olmayacaq. Amma bayaq dediyim o məsələ, Tovuzda hər kəs Ehtiram Quliyevdir və onlar bir gün hansısa formada bax burada olacaqdılar, bunu edəcəkdilər. Məhz bu ad bunu etdi. Böyük bir əziyyətlə, böyük bir zəhmətlə, böyük bir savaşla Tovuzları öz arxasına alaraq, öz yanına alaraq onlara Avropaya daşıyır, öz çiyinlərində Avropaya daşıyır deyə bilərik. Ehtiram Quliyev klubun məşqçilər heyəti, azarkeşi, futbolçusu hamısı bir yerdə təbii ki, amma bugün bir məqamı xatırlamaq istəyirəm. Uzun illər Turan Tovuz futbolsuz qaldı. Birinci liqada təmsil olunurdu və komandanın ümumiyyətlə Premyer Liqaya qayıtması üçün çox böyük əngəllər var idi və dəstək yox idi. Hər kəs çox pessimist və bəlkə də uzun illər hələ bunun yaşamayacağını, Premyer Liqaya qayıtmayacaqlarını düşünürdülər. Tovuzdular, Tovuz insanlar, Tovuzun futbol adamları bir-bir az qala bu şəhərə gələn hər kəsi tutub, sıxıb, saxlayıb onlara bir-bir danışmağa çalışırdı ki, bax bu şəhər futbol şəhəridir. Biz böyük futbolda təmsil olunmağa layiqik, amma çox böyük əziyyətlər bahasına komanda ayaqda qalırdı, amma bu mümkün olmurdu. Premyer Liqaya, böyük futbola qayıda bilmirdilər. İctimaiyyət, media qarşısında hər zaman bütün Tovuzlular
dayanmadan, çalışaraq onları inandırmağa çalışırdı ki, bu şəhərdə, hər evdə futbolu sevirlər, hər küçədə, hər məhəllədə, hər məkanda futboldan danışırlar, futbolla yaşayırlar və biz böyük futbola layiqik. Bəlkə də həmin vaxtı yaxından izləyən, yəni o durğunluq dönəmini, o Premyer Liqasız illərin içində olan insanlar, həmin dönəm Tovuzla təmasda olan, Tovuzda yaşayan insanlar bunu təsdiqləyər ki, bu necə böyük həsrət idi, necə acı ilə, necə çətin keçirdi. Artıq bəzən ümidsizliyə düçar olurdu komanda, hətta Premyer Liqa vəsiqə qazanırdı, amma iştirakına icazə verilmirdi. Və bunun kimi onlarla yüzlərlə problemlər yaşayır və bu gün layiq olduqları o xoşbəxtliyə çatırlar. Bundan sonrası təfərrüatı müzakirə etmək də olar, etməmək də olar. Təbii ki, zamanla işin futbol tərəfini danışacağıq. Daha böyük, daha çətin, daha məsuliyyətli, daha aktiv dönəm başlayır. Yenə deyirəm, bəlkə də klub rəhbərləri, kluba məsul şəxslər artıq indidən başlayıblar. Bu gün bu bayramı qeyd etmədən başlayıblar Avrokuboklara hazırlaşmağa, çünki orada çox böyük iş, çox böyük gözləntilər var. Amma bu gün bütün futbol məsələləri kənara atıb futbol məsələlərini sevinmək lazımdır, bayram etmək lazımdır, bu anı yaşamaq lazımdır. Tovuz layiq olduğu zirvəyə çatır futbolda təbii ki və bu klub üçün həm tarixi hadisədir, həm də yeni və kritik mərhələnin başlanğıcıdır. Yəni bu gün Turan Tovuz 1, yox 5 addım, 10 addım böyüdür. Yəni bu vəsiqə ilə həm klub prezidentini fikirləşsən, futbolçuları, azarkeşləri, ictimaiyyəti, hər kəsi fikirləşəndə istər-istəməz insan görür ki, artıq Turan Tovuz bu gün 5 pillə, 10 pillə daha da böyüdü və yeni, daha böyük, daha çətin, daha kritik mərhələ başlayır. Bu gün bəlkə də bir çoxlarımız Qurban Berdiyevin oynatdığı futboldan narahatıq, amma zaman, həyat göstərdi ki, baxımlı futbol, rəngarəng futbolla işlər aşmır. Hər necə futbol oynasın komanda, əsas lazım olan nəticədir. Bəlkə də bir çoxlarımız həmin o böyük şəhərin böyük azarkeşləri düşünür ki, bizə baxımlı futbol lazımdır, nəticə olmasa da olar. Amma inanın ki, bu məsələyə başqa tərəfdən baxmalıyıq. Bu gün komandanın, klubun böyüməsi üçün, klubun bir hadisəyə çevrilməsi və gələcəyə daşıması, gələcəyinin daha parlaq, daha işıqlı olması üçün bu gün nəticə zəruridir. Yəni bunu həm Ehtiram Quliyev və həm azarkeşləri, həm ölkə futbol ictimaiyyətinə, həm komandanın futbolçularına, hər kəsi düşünərək deyirəm ki, bu gün əminliklə deyə bilərik ki, klub üçün nəticə daha vacib idi, nəinki baxımlı futbol. Qurban Berdiyev bunu bacardı. Ümid edək ki, Avropada da bunu bacaracaq. Hər necə futbol oynatmasından asılı olmayaraq Avrokubokların qrupu ilə ən azı layiqli təmsil etməklə özünü Tovuzluları sevindirəcək. Dəfələrlə demişik, alınmayıb, amma bu gün sizə əminliklə deyirəm, mövsümün sonuna qədər Turan Tovuzla bağlı, bu mövsümlə bağlı pərdarxası məqamlar, görünən, görünməyən tərəflər, klub rəsmilərinin, rəhbərliyin müsahibələri, futbolçuların müsahibələrini zaman-zaman ən qısa müddətdə sizə təqdim etməyə çalışacaq. Kanallarımızı izləyin, hələlik.